Abşeron Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt 64 nömrəli Körpələr Evi uşaq bağçasında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayram münasibəti ilə əlamətdar tədbir təşkil olunub. Bayram tədbirində körpə fidanları böyük həvəslə iştirak edərək bir-birindən maraqlı səhnəciklər nümayiş etdiriblər. Uşaqlar Azərbaycanı, onun qəhrəmanlıq tarixini və milli mənəvi dəyərlərini tərənnüm edən şeirlər söyləyib, mahnılar oxuyub, rəqslər ifa ediblər. Balacaların səhnə çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbirin əsas məqsədi uşaqlarda vətənpərvərlik hisslərinin formalaşdırılması, milli dəyərlərə sevgi aşılanması, eyni zamanda onların sağlam, vətənə bağlı ruhda böyüməsinə töhfə vermək olub. Körpə yaşlarla bu cür dəyərlərin təbliği gələcək nəsillərin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Uşaq bağçasının müdiri Yeganə Hacıyevanın rəhbərliyi altında keçirilən tədbir yüksək təşkilatçılığı ilə seçilib. Yeganə Hacıyeva uzun illərdir ki, pedaqoji kollektivlə birgə uşaqların həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi üçün yorulmadan çalışır. Onun təşəbbüsü və diqqəti sayəsində bağçada milli ruhun, vətənə sevginin və dövlətçilik dəyərlərinin aşılanmasına xüsusi önəm verilir. Bağçanın pedaqoji kollektivi də bu istiqamətdə fəal mövqe nümayiş etdirərək balacaların istedadlarının üzə çıxarılmasına, onların yaradıcı və düşünən fərd kimi yetişməsinə töhfə verir. Müəllimlərin səyləri nəticəsində uşaqlar səhnə mədəniyyəti, kollektiv ruh və özünə inam kimi keyfiyyətlər qazanır. Qeyd edək ki, bu cür tədbirlər uşaqların dünya görüşünün formalaşmasında, onların vətənə, bayrağa və dövlətə bağlılıq hisslərinin möhkəmlənməsində mühüm rol oynayır. Sumqayıt 64 nömrəli Körpələr Evi uşaq bağçasında keçirilən bayram tədbiri də məhz bu baxımdan yadda qalan və nümunəvi olub. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.